Yenə ölkə gündəmini söz-söhbət bürüyüb ki, güya Qabil Türkoğlu gətirirlər Azərbaycana. Hələ ona bir ad da qoyublar, söyüş mühaciri. Gözləyin, bu saat gətirirlər, yoldadılar. Qabil Türkoğlu daha kişi oğlu kişi kimi sözün dedi. Dedi ki, bığlarınızı qırxın, quru sərhədləri açın, özüm gəlirəm. Siz ki, bunu etməyə cəsarət etmədiniz, deməli ondan qorxursunuz, onun gücünə bələdsiniz. Gözəl bilirsiniz ki, quru sərhədlər açılandan sonra Qabil Türkoğlu durub tək başına əlini qolunu sallaya-sallaya gəlməyəcək ki, məni tutun, basın türməyə. Əlbəttə ki, o gələndə ölkə xaricindəki özünün mülki qoşunu ilə gələcək. O qoşunla gələcək ki, onlar əli yalın özlərini güllənin qabağına sipər edəcəklər. Ölkədəki haqqı, ədaləti, qanunu bərqərar etmək üçün Qabil Türkoğlunu ölkə rəhbərliyi kürsüsünə sağ-salamat çatdırmalıdırlar.